Müştəri sizə Instagramda yazır ki, qiymət nə qədərdir? Siz də dərhal qiyməti yazırsınız. Mesaj görüldü olur və səssizlik. Sonra isə başlayırsınız düşünməyə. Görəsən bahadır deyə cavab vermədim. Görəsən endirim təklif edim. Yenidən yazım. Əslində problem çox vaxt qiymət deyil. Problem qiyməti necə təklif etdiyinizdir. Çünki müştəriyə sadəcə rəqəm yazanda siz ona müqayisə etmək üçün səbəb verirsiniz. O sizin qiymətinizi görür, daha 3 nəfərə yazır və çox vaxt kimdə ucuzdursa ondan alır. Yəni siz qiymət vermədiniz, özünüzün müqayisə siyahısını sadəcə bir rəqəmə çevirdiniz. Bəs nə edək? Müştəri qiymət soruşunu belə deyin. Əlbəttə qiymət önəmlidir. Amma sizə ən uyğun variant təklif etmək üçün sizə bəzi suallarım olacaq və burada hər şey dəyişir. Rəqəm söhbətə çevrilir. Söhbət ehtiyacı ortaya çıxarır. Ehtiyac güvən yaradır. Qiymət isə ən sonda gəlir. Amma artıq tək gəlmir, yanında sizin dəyəriniz də olur. Çünki dəyərini göstərə bilmədiyiniz məhsul və ya xidmət müştərinin gözündə sadəcə qiymətdir. Mən təlimlərimdə satış yazışmalarını da məhz buna görə öyrədirəm. Müştəri yazanda nə cavab vermək, ehtiyacı necə müəyyən etmək və söhbəti satışa necə çevirmək. 22 avqust başlayacaq böyük SMM təlimə qeydiyyat üçün son yerlər qalıb. Qeydiyyat üçün mənə direct yaz.